Birinci sualla başlayaq. Maddi nöqtə çevrə hüzə bərabər sürətlə saat əqrəbinin hərəkətinin əksi istiqamətində hərəkət edir. Dövrətmə periodu 10 saniyədir. Maddi nöqtə 1 nöqtəsindən keçdikdən ən azı neçə saniyə sonra 4 nöqtəsində olar? Deməli, periodumuz 10 saniyədir. Hər hissəyə bölsək, 4 hissəyə bölsək onu, hər hissəyə burada məsələn 2,5 saniyədir. Burada 2,5 saniyədir, burada 2,5 saniyədir, burada həmçinin 2,5 saniyədir. Deyək ki, bir nöqtəsindən hərəkətə başlasaq, saat əqrəbinin əksinə. Ən azı neçə saniyə sonra 4 nöqtəsində olur. Məsələn, burada da 2,5 getdi, 2,5 getdi, 5 saniyə. Buradan da gəlib 2,5 keçəndə eləcəkdir 7,5 saniyə. Yəni 1, 2, 3. Elib 7,5 saniyə. Hərəkət edən qatarın vaqonunda oturan adam hansı cismə nəzərən sükunətdədir? Sükunətdə olması üçün bu cisimlə eyni sürətdə və eyni istiqamətdə getməlidir. Burada da bunlara uyğun sadəcə vaqondur. Çünki adam vaqonun içindədir. Vaqondan eyni sürətlə hərəkət edir. Ona nəzərində təbii ki, sükunətdə olacaqdır. Bir maddənin molekullarının başqa bir maddənin molekulları arasındakı fəzaya daxil olması nə adlanır? Yəni bir maddə molekullarının başqa bir maddə molekullarına nüfuz etməsi, bu təbii ki, difüziya adlanır. E variantı. İştiqlənmiş fiqurun sahəsi hansı fiziki qəmiyyətə bərabər olur? F əvəzləyici qüvvə, T qüvvənin təsir müddəti, burada səhv yazıblar, kiçik olmalıdır. Deməli, buradan biz bilirik ki, F ilə T verildir. İmpuls dəyişməsi P bərabərdir F vurulsun D və ya qüvvə impulsu. Cismin impulsunun dəyişməsi D variantı. İzotermik bu prosesdə verilmiş kütləsi ideal qazın ideal qazın təzyiqi 4 dəfə azalarsa temperatur necə dəyişir? İzotermik prosesdə biz bilirik ki, temperatur konstantdır, yəni dəyişməz. E variantı. Vahidi Newton olan fiziki kəmiyyəti ölçən cihazın iş prinsipi hansı qanuna əsaslanır? Fiziki kəmiyyət vahidi Newton olan fiziki kəmiyyət qüvvədir və qüvvəni biz dinamometrlə ölçürük. Dinamometrin də iş prinsipi Hooke qanununa əsaslanır. Riyazi rəqqasın sürətinin zamandan asılılıq tənliyi və bərabərdir 20/5D şəklindədir. Rəqqasın uzunluğunu hesablayın. Burada bizə omeqanı veribdir, omega 5'dir. Uzunluğu istəyir. Biz bilirik ki, omega bərabərdir kök altında J bölünsün elə. Buradan hər tərəfdən kvadrata yüksəlsək, o zaman olacaq omega kvadrat bərabərdir J bölünsün elə. Buradan biz elə tapsaq, L bərabərdir J bölünsün omeganın kvadratına. O da bərabərdir. J-ni verib 10, omegamız da 5'dir. Kvadrat edəcək 25. O da bərabərdir. Onu da 25'e böləndə elə 0,4 metr. O da bərabərdir 40 santimetr. B variantı. Əvəzləyici qüvvə 16 Newton olduqda M kütləli cismin aldığı təcil A olur. Əvəzləyici qüvvənin hansı qiymətində M bölünsün 2 kütləli cismin aldığı təcil A bölünsün 4 olar. Deməli, F1 üçün yazsa, F1 bərabərdir M-aya, o da bərabərdir neçə veribsə 16 Newton. İndi F2 üçün deyir ki, kütləsi M bölünsün 2 olsun, vurulsun, təcili də A bölünsün 4 olsun. Bu da bərabərdir, eləcək M bölünsün 8-ə. Bu da bərabərdir, M-anı bizə vermişdir 16. 16 bölünsün 8-dən, o da bərabərdir 2 Newtonu almış olaraq cavab edir Y variantı. Borunun geniş hissəsində mayenin sürəti 2 metr bölünsün saniyə olarsa, dar hissəsində mayenin sürəti nə qədər olar? Yəni bu hissədə sürəti bizə verildi 2-dir. Bu hissədəki sürəti bizdən istəyir. Axının kəsilməzliyi qanununa əsasən borunun səthi sahəsi ilə boruda axan mayenin sürəti bir-biri ilə tərs mütənasib asılıdır. S1 bizə veribdir 4S bölünsün, S2-ni veribdir S. V2-ni bilmirik, bizdən bunu istəyir. V1-i də veribdir 2. Buradan S-lər xısar getsə, o zaman V2 bərabərdir 8 metr bölünsün saniyəni almış olaraq. Cavab edir Y variantı. Yer səthindən hansı H hündürlükdə cismə təsir edən ağırlıq qüvvəsi 75% azalır. 75% azalma 100 çıxılsın 75 bölünsün 100-ə əsasən 4də 1, yəni 4 dəfə azalmadır. Bu nə deməkdir? Birinci haldakı ağırlıq qüvvəsi ikinci haldakı ağırlıq qüvvəsindən 4 dəfə çoxdur. Bizdə birinci halda radiusumuz R-dir. İkinci halda artım müəyyən bir hündürlüyə qalxdığı üçün R plus H-dır. Həmçinin ağırlıq qüvvəsinin üstünə əsasən biz bilirik ki, ağırlıq qüvvəsi cismin radiusu ilə tərs mütənasib asılıdır. Kvadratik tərs mütənasib asılıdır. Buna əsasən biz tənasüb yaza bilərik, daha doğrusu nisbət yaza bilərik. Deməli, F1-in F2-yə nisbəti bərabərdir R2-nin R1-ə nisbətinin kvadratına. F1-imiz 4F2-dir. Bölünsün F2, o da bərabərdir. R2-miz R plus H-dır. R plus H bölünsün R'in mötərizənin kvadratına. Buradan F2-lər ixtisar getsə, davamını buradan yazıram. Olacaqdır 4 bərabərdir R plus H bölünsün R'in mötərizənin kvadratına. Hər tərəfdən kvadrat alsa olacaqdır 2 bərabərdir R plus H-a bölünsün R-ə. Buradan da çarpaz vurup hesablayanda 2 bərabərdir R plus H-a. Buradan da H bərabərdir R-i almış olaraq cavab verir Y variantı. Daha sadə şəkildə belə düşünə bilərik ki, biz bilirik ağırlıq qüvvəsi radiusun kvadratının tərs mütənasib asılıdır. Ağırlıq qüvvəsi 4 dəfə azalıbdır. R plus H-ın kvadratı neçə olmalıdır ki, ağırlıq qüvvəsi 4 dəfə azalsın? Yəni nəyin kvadratı mənə 4-ü verir? 2-nin. Yəni R plus R-in kvadratı mənə 4 verir də. Bu eləyir 2R. 2R-in də kvadratı eləyəcək 4R-in kvadratı. Yəni radius 4 dəfə artmalıdır ki, ağırlıq qüvvəsi 4 dəfə azalsın.
Yəni cavab eləyəcək Y variantı. 41-də kütlə vahidinin maddə miqdarını vahidinə böləndə hansı fiziki kəmiyyət vahidi alınır? Deməli, kütlənin vahidi M bərabərdir, biz bilirik kiloqramdır. Maddə miqdarı bərabərdir moldur. Kiloqramı da mola böləndə bizdə molyar kütlə adlanır. Nisbi atom kütləsinin vahidi yoxdur. Təzyiqin vahidi paskaldır. Sıxlığın vahidi kiloqram bölünsün metrin kubudur. Konsentrasiyada metr üstü -3-dür. Keçirik 42-yə. Verilmiş kütlədə qaz bir haldan başqa hala keçdikdə münasibəti ödənilmişdir. Hansı qrafik bu prosesə uyğundur? Deməli, P1-in nisbəti bərabərdir P2-nin D2 nisbəti. Düzüm tənasib asılılıqdır. Bu da nə zaman olur? Təbii ki, V bərabərdir konstant olanda, yəni izoxor prosesdə təzyiqlə temperatur düzüm tənasib asılıdır. 1 ona ümumiyyətlə uyğun deyil. Qrafik olaraq 2-də temperatur sabitdir, əlaqəsi yoxdur. 3-də burada həcm sabit, deməli biri 3-dür. 4-də yenə əlaqəsi yoxdur. Burada temperatur sabitdir. 5-də yenə burada həcm sabitdir deyə elə 5-dir. Deməli cavab olur 3 və 5 C variantı. 43-də riyazi rəqqasın uzunluğu 10 cm olarsa, rəqsin hərəkətə başladıqdan 3 saniyə sonra cismin yer dəyişməsi nə qədər olur? Rəqsin də amplitudunu verib, P-ni verib, J-ni verib. Gəlin ilk olaraq biz bu periodu veribdi bizə, yox. Gəlin ilk olaraq biz periodu tapaq. D bərabərdir 2pi vurulsun, kök altda L bölünsün J-yə. Bu bərabərdir 2 vurulsun 3. Kök altda uzunluğumuzu veribdi bizə 10 cm. Onda metrə çevirsək 0,1 bölünsün. J-ni də veribdi bizə 10'a. Bu da bərabərdir 2 3 6. 0,1'i də 10'a böləndə %1. O da kök altına 0,1 çıxacaqdır. O da bərabərdir 0,6'ya. İndi gəlin görək bu rəqqas 3 saniyə ərzində nə qədər dövr eləyibdi? Dövrü də tapanda T bərabərdir kiçik D-ni perioda bölür. Kiçik D-miz neçə idi? 3 saniyədir. Periodu da tapdıq 0,6 saniyə. O da bərabərdir 5 dövrə. Deməli, cisim 3 saniyə ərzində 5 dövr eləyib. Yəni, tutaq ki, buradan başlayıbdı bu hissədən. Gedib 5 dəfə, tutaq ki, 1 period qayıdıbdı. Sonra gedib gəlib 2-ci period, gedib gəlib 3-cü period, 4-cü period, 5-ci periodda yenə də başladığı yerə, daha doğrusu 5-ci dövrdə yenə başladığı yerə qayıdıbdı. Başladığı yerə qayıdıbsa, deməli, yer dəyişməmiz 0-dır. Yəni, bir tam period gedibdi də. Bir tam periodda da biz bilirik ki, yer dəyişmə 0-dır. Fərqi yoxdur. 5 tam perioddur, 6 tam, nə bilim, 116 tam period olsun, fərqi yoxdur. Başladığı yerə qayıtsa, deməli, yer dəyişmimiz olacaqdır 0-a. İndi baxarıq 44-də. Enli dalğanın üzərində yerləşən A nöqtəsinin sürətinin istiqaməti göstərilmişdir. Dalğanın yayılma istiqamətini müəyyən edin. Bu arada teta deyil bu. V adı da səhv düşürdü. Gəlin bunun hesablama qaydasına baxaq. Bunu rahat hesablaya bilmək üçün, hansı istiqamətdə getdiyini bilmək üçün biz bu dalğanı təkrarlamalıyıq. Yəni olduğu kimi müəyyən qədər əsas hissəsini köçürdük bu şəkildə. İlk olaraq cavablara baxaq. Dalğa aşağı tərəfə yayılır. Bu dalğadakı zərrəciklər aşağı yuxarı hərəkət edir. Bizdə dalğanın istiqamətini soruşur. Dalğa ancaq sağa və ya sola hərəkət edə bilər. Ona görə aşağı olmaz, yayılmır olmaz. Sonra yuxarı tərəfə olmaz. Ya sağa hərəkət edəcək, ya da sola. Bunu da bilmək üçün biz bu dalğanı hərəkət elətdirməliyik ki, sağa sola görək hansını da həqiqətən aşağı doğru hərəkət eləyəcəkdir. Gəlin ilk olaraq sağa doğru hərəkət elətdirək. Sağa doğru hərəkət elətdirəndə görürsünüz burada A nöqtəsində buradan aşağı doğru olacaqdır. Daha doğrusu yuxarı doğru olacaqdır. Baxın. Məsələn, sağa doğru hərəkət elətdirdik. O zaman bu nöqtə yuxarı doğru olacaqdır. Uyğun gəlmədi, deməli sağa doğru deyil. İndi sola doğru hərəkət elətdirməyə çalışaq. Deməli, sola doğru hərəkət elətdirəndə, məsələn, gəldi bura. Tutaq ki. Bu zaman görürük ki, A nöqtəsində aşağı doğru, yəni bu şəkildə hərəkət edibdir ki, dalğa. Nöqtə bu şəkildə aşağı doğru gələcəkdir. Bir saniyə sonraki hərəkətini götürürük burada. Ona görə düzgün cavab olacaqdır G variantı sol tərəfə. Çünki sol tərəfə hərəkət edəndə buradakı zərrəcik aşağı doğru hərəkət edəcəkdir. Yəni buradakı bütün zərrəciklər aşağı doğru hərəkət edəcəkdir. 45-ci suala baxırıq. 1 kiloqram kütləli cisim çevrə ilə bərabər sürətlə hərəkət edərək çevrənin gedəbil hissəsini 2 saniyə ərzində gedir. Bu müddət ərzində cismin impuls dəyişməsini tapın. Çevrənin radiusu 1,2 metrdir. İmpuls dəyişməsi periodun yarısında T bərabərdir. T bölünsün 2-də impuls dəyişməsi, yəni delta P bərabərdir 2 mv'dir. Buradan biz ilk olaraq gəlin sürəti tapsaq V bərabərdir 2pi R bölünsün T'yə əsasən. O da bərabərdir 2 vurulsun 3 vurulsun radiusu 1,2 bölünsün. Periyodun yarısı 2 saniyədirsə, o zaman tam periyodumuz eləyəcəkdir 4 saniyə. Buradan 4 ilə 12, 1,2 ixtisar etsə 0,3. Bu da eləyəcəkdir 1,8 metr bölünsün saniyə. Biz artıq impuls dəyişməsini tapa bilərik. Şimdi o da bərabərdir 2 vurulsun kütləsi 1, sürəti 1,8. O da bərabərdir 3,6 kiloqram vurulsun metr bölünsün saniyə. Y variantı eləyir. Sonra 46-cı sual. Verilmiş kütləli ideal qaz əvvəlcə izotermik sıxılır, sonra izobarik qızdırılır. Hansı diaqramda bu proseslər düzgün göstərilmişdir? İlk olaraq izotermik sıxılır. İzotermik sıxılma temperatur sabit olur. Deməli, baxaq görə hansında temperatur sabitdir? Burada temperatur sabit deyil. Çünki burada həcm sabitdir. B-də də temperatur sabit deyil. Uyğun gəlməyəcəkdir. Burada da PV düz asılı ola bilməz. Yəni, burada o temperaturun sabit olduğu ifadəyə uyğun deyil. Qalır Y ilə D variantı.
Və deyir ki, izotermik sıxılır. Yəni izotermik sıxılmada nə olur? Həcm azalır. D-də həcm get-gedə artır. Buradan artmağa doğru gedir. Deməli D-dir, qalır Y variantı. Birinci izotermik sıxılır, sonra izobarik qızdırılır. Yəni təzyiq sabitdir. İzobarik qızdırılırsa, deməli həcm artır, temperatur da artır. Ona görə Y variantı uyğundur. Kütləsi 0.5 kiloqram olan cismin hərəkət zamanı koordinatının zamanın asılılıq tənliyi x bərabərdir 4+2D şəklində olmuşdur. Hərəkət başlayandan t bərabərdir 3 saniyə sonra cismin kinetik enerjisinin dəyişməsi nə qədər olur? Deməli, bu hansı hərəkətdir? X bərabərdir x0 plus vxt. Bu düzxətli bərabər sürətli hərəkətdir. Düzxətli bərabər sürətli hərəkətdə də kinetik enerjinin dəyişməsi sıfıra bərabərdir. Çünki düzxətli bərabər sürətli hərəkətdə cismin başlanğıc kinetiği də son kinetiği də eynidir. Təbii ki, dəyişmə də o zaman sıfıra bərabər olacaqdır. 48-ci suala baxırıq. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cismin koordinatının zamandan asılılıq tənliyi hansı ola bilər? Deməli, bu bərabər təcili hərəkətdir. İlk olaraq gəlin təcili tapaq. Deməli, A bərabərdir V minus V0 bölünsün D. O da bərabərdir. Son sürətimiz 5, başlanğıcımız 1, bölünsün zaman 2-yə, o da bərabərdir 2 metr bölünsün saniyənin kvadratına. Deməli, təcilimiz tapdıq 2-dir. İndi biz tənliyi qura bilərik. X bərabərdir x0 üzərinə gəlsin və bu bərabər yerləşən hərəkətdir. Yəni, həm sürət, həm də təcil müsbət qiymət alacaqdır. Üzərinə gəlsin V0-ımız 1-dir. 1 vurulsun T, üzərinə gəlinsin. Təcilimiz 2-dir, vurulsun T-nin kvadratı bölünsün 2. Bunu sadələşdirsək, o zaman belə olacaqdır. X bərabərdir x0 plus T plus bu da 2 ixtisar getsə, eləyəcəkdir T-nin kvadratı. Bu x0 bilmirik, bizə verilməkdir. T plus D-nin kvadratı, o da uyğun olaraq B variantı gələcəkdir. 49. Cismin havada çəkisi 40 Newton, mayedə çəkisi 15 Newton olarsa, arximet qüvvəsi neçə Newtondur? Deməli, mayedə çəki bərabərdir. mg çıxılsın F arximedə. Buradan biz arximet qüvvəsini tapsaq, eləyəcəkdir. mg çıxılsın P maye. mg-ni veribdir bizə havadakı çəkisi 40, çıxılsın mayedə çəkisi 15-dir. O da bərabərdir 25 Newton. Cavab edir C variantı. 50-ci sualda. Nigar bir dəqiqə ərzində 100 metr addım atır. Hər bir addımın uzunluğu 90 cm olarsa, onun sürəti nə qədərdir? Vahidləri təbii ki, çevirməli. Çünki metr bölünsün saniyə ilə verildi vahid. Gəlin ilk olaraq uzunluq tapaq. L bərabərdir. Bizdə bir addımın uzunluğu 90 cm-dir. Amma biz ümumilikdə 100 addım boyunca getdiyi sürət tapmalıyıq. Ona görə biz 100-ü vururuq. Bu da metrə çevirməli. Eləcə 0.9 metr. O da bərabərdir 90 metr yol getmiş olur. İndi biz sürəti tapsaq, V bərabərdir. L bölünsün T-yə əsasən uzunluğu tapdıq, getdi yolda 90. Zaman 1 dəqiqədir. O da bərabərdir 60 saniyə. 90-ı da 60-a böləndə hər ikisini 30 yaxşı desə eləyəcəkdir. 2-də 3, o da bərabərdir 1,5 metr bölünsün saniyə. Y variantı. 51-ci suala baxırıq. Verilmiş kütləli ideal qaz bir halına 2 halına keçəndə təzyiq necə dəyişər? Deməli, bu buradan görürük ki, biz izotermik prosesdir. Temperatur sabitdir. Temperatur sabitdirsə, həcmlə təzyiq bir-birindən tərs mütənasib asılıdır. Deməli, həcm birinci haldan ikinci hala keçəndə 2 dəfə 20-dən 10-a düşübdür. Deməli, 2 dəfə azalıb. Həcm 2 dəfə azalıbsa, təzyiqlə tərs mütənasibdir. Təzyiq o zaman 2 dəfə artacaqdır. Bunu həmçinin V1-in V2-yə, o da bərabərdir P1-in P2-yə nisbəti ilə də yerinə qoyub hesablaya bilərsiniz. İdeal qaz molekullarının istilik hərəkətinin orta kvadrat sürətinin qazın mütləq temperaturdan asılı qrafiki verilmişdir. Bir nöqtəsində molekulların orta kvadratlik sürəti V0, qazın temperaturu isə T0 olmuşdur. İki nöqtəsində molekulların orta kvadratlik sürəti 2V0 olarsa, həmin nöqtədə qazın mütləq temperaturu nə qədər olar? M bərabərdir bonusda. Deməli, biz sürətin M bərabərdir 3 RT bölünsün M düsturunu öyrənmiş. Burada M sabitdir, dəyişmir. R də sabitdir, dəyişməyəcəkdir. Deməli, sürət temperaturdan kök altında düz asılıdır. Və sürət əgər 2 dəfə artıbdırsa, burada T0-dırsa, V0 olanda. Əgər sürət 2 dəfə artıbdırsa, deməli, temperatur 4 dəfə artıbdır. Ondan kök alanda biz sürəti 2 dəfə artmış görə bilirik. Deməli, bura olacaq o zaman 4 T0. Yəni, bunu da nisbət şəklində yaza bilərik. V1-in V2-yə, bu da bərabərdir kök altda T1-in T2-yə. Deməli, bizdə birinci halda sürəti veribdir V0, ikinci halda sürəti veribdir 2V0, bu da bərabərdir. Birinci haldakı temperaturumuz T0-dır, ikinci haldakini bilmirəm. T2 olaraq yazaq. Buradan V0-a ixtisar getsə olacaqdır. 2-də 1 bərabərdir. Kök altda T0 bölünsün T2-yə. Hər tərəfi kvadrata yüksəlsək, 4-də 1 bərabərdir. T0 bölünsün T2-yə. Buradan da biz T2 bərabər yenə 4 T0-ı almış olarıq. Yəni, istədiyiniz şəkildə məntiqlə də fikirləşə bilərsiniz. Bu şəkildə düsturla da yazıb hesablaya bilərsiniz. 53-cü sualda təzyiq küvəsinin dəyişmədən səthin sahəsini 0,3 metr kvadrat azaltdıqda təzyiq 2 dəfə artmışdır. İlk anda səthin sahəsi neçə metrin kvadratı olmuşdur? Deməli, təzyiq P bərabərdir F bölünsün S-dir. Təzyiq küvəsini dəyişmirsə, deməli, təzyiq küvəsi sabitdirsə, o zaman təzyiq səthin sahəsinin tərs mütənasib asılıdır. Birinci halda bizim təzyiqimiz olsun P,
İkinci halda 2 dəfə artacağı üçün olacaq 2p. Birinci halda sətin sahəsi S1 bərabərdir. Olsun S. İkinci halda S2 bərabərdir. 0-dan %3 azaldığı üçün S çıxılsın 0-dan %3'e. P ilə də S tərsin tanış olduğundan biz nisbəti yaza bilərik. P1 bölünsün P2, o da bərabərdir. S2 bölünsün S1'ə. P1'imiz P idi. P bölünsün P2'miz 2P bərabərdir. S2'miz S çıxılsın 0-dan %3 bölünsün S1'imiz də S. Buradan P'lər ixtisar getsə, o zaman nisbəti tapsaq, eləcək 2S çıxılsın, 2'ni bura vuranda eləcək 0-dan %6, o da bərabərdir S-ə. Buradan da S bərabərdir 0-dan %6'nı almış olarıq. Metrin kvadratı. Cavab S bərabərdir 0-dan %6 metrin kvadratı. 54. Hidravlik presin kiçik borçenin H qədər aşağı enəndə böyük borçenin H bölünsün 5 qədər yuxarı qalxır. Hidravlik pres qüvvədə neçə dəfə qazanc verir? Biz bilirik ki, böyük qolun kiçik olan nisbəti böyük. Yox. 54-cü sual. Hidravlik presin kiçik borçenin H qədər aşağı enəndə böyük borçenin H bölünsün 5 qədər yuxarı qalxır. Hidravlik pres qüvvədə neçə dəfə qazanc verir? Biz bilirik ki, hidravlik pres qüvvədə kiçik qolun böyük qola nisbətli qədər qüvvədə qazanc verir. Bu da bərabərdir 5. Yəni qüvvədə 5 dəfə qazanc verir. 55. Kütləsi 5 kiloqram olan link F qüvvəsinin təsiri altında tarazlıqdadır. Dayağı reaksiya qüvvəsi neçə newtondur? Yəni ilk olaraq dayağı reaksiyasını, deməli dayağı reaksiyası burada bir dayağı reaksiya qüvvəsi var. Sonra linkin çəkisi var. O da tam bura ortaya düşəcəkdir. Veribdir mg'yə. O da bərabərdir 50 newtondur və F qüvvəmiz. Buradan biz dayağı reaksiya qüvvəsini tapsaq, n bərabərdir, daha doğrusu n üzərinə gəlinsin F, o da bərabərdir mg'yə, yəni 50 newtona. Buradan o zaman n bərabərdir 50 çıxılsın F-ə. İndi gəlin biz buradan ilk olaraq F-i tapaq. Bunun üçün təbii ki, qolları nəzərə almalıyıq. Mg'nin qolu 2'dir. F'in qolu isə 1, 2, 3, 4, 5'dir. 5'dir. O zaman deməli 2 vurulsun 50 bərabərdir 5 vurulsun F-ə. Buradan da F bərabərdir. İxtisar getsə eləyəcəkdir 20 newtona. İndi buradan biz yerinə qoyaraq hesablaya bilərik. 50 çıxılsın. F-i tapdıq 20. O da bərabərdir 30 newtona. Deməli dayağı reaksiya qüvvəsi 30 newton imiş. Sonra 56-cı sual. Təkliflərdən hansılar doğrudur? Maddənin vahid həcmə düşən kütləsinə sıxlıq deyilir. Bəli, sıxlıq bura bərabərdir n bölünsün v-yə. Əgər həcmimiz 1 metrin kubu olsa, o zaman sıxlıq 1 kiloqramlıq cismin kütləsinə bərabər olacaqdır. Doğrudur. Cisimlərin qarşılıqlı vəziyyəti ilə müəyyən olan enerji kinetik enerji adları yanlışdır. Qarşılıqlı vəziyyəti yox. Kinetik enerji hərəkət enerjisidir. Hər bir cismin ətrafında gravitasiya sahəsi yaranır. Əslində burada kütləsi desə daha doğrulardır, amma cisim dediyi üçün zaten kütləyə sahibdir. Ona görə 3 də doğrudur. Arximet qüvvəsi şaquli aşağı yönəlir. Yanlışdır. Mayələrin hidrostatik təzyiqi qabın ortacanının sahəsindən tərs mütənasib asılıdır. Hidrostatik təzyiq P bərabərdir rho J H ilə tapılır. Gördüyümüz kimi heç düsturda S yoxdur, yəni S-dən asılı deyil. O zaman deməli 5-də yanlışdır. Cavab olur 1 və 3. 57-ci sualda verilmiş kütləli ideal qaz üzərində dairəli proses aparılmışdır. Uyğunluğu müəyyən edin. Deməli, birinci AB hissəsinə baxırıq. AB hissəsi bizdə hansı prosesdir? Təzyiqlə temperatur bir-birindən düz asılırsa, deməli bu izoxar prosesdir. Yəni həcm sabitdir. Bura uyğun gəlir C. Bir də burada AB hissəsində temperatur artır. Temperatur artırırsa, deməli molekulların orta kinetik enerjisi artır. Y də bura aiddir. Daha sonra baxırıq BC hissəsinə. BC hissəsində görürük ki, bu izotermik prosesdir. Yəni temperaturumuz sabitdir. Temperatur sabitdir, amma təzyiqimiz də azalır. Təzyiq azalırsa, deməli həcmimiz artacaqdır. Qazın həcmi artar. Bura uyğundur A. Sonra üçüncü prosesə baxırıq. Yəni CA prosesinə. Burada izobar prosesdir. Yəni P bərabərdir konstantdır. Amma burada temperatur azalır. Temperatur azalırsa, daha doğrusu izobarik sıxılmadır bu arada. İzobarik sıxılmadırsa, deməli temperatur azaldı. Temperaturumuz azalırsa, deməli həcmimiz də azalacaqdır. B bura uyğundur. Bir də əgər həcm azalırsa, konsentrasiya n bərabərdir. N bölünsün və-yə əsasən həcm azaldığı üçün təbii ki, konsentrasiya artacaqdır. Deməli D də bura aiddir. 1 oldu. C, Y, 2-yə A, 3-ə B, D. 58. Üfüqi səthdə hərəkət edən cismin koordinatının zamandan asılılıq tənliyi x bərabərdir 10 çıxılsın 2D şəklindədir. İkinci saniyənin sonunda cismin kinetik enerjisi neçə jouldur? İlk olaraq gəlin biz buradan sürəti tapaq. Törəmə olaraq da tapa bilərsiniz və ya tənlik yazsa x bərabərdir x0 plus minus vxt-dir. Buradan da görürük ki, t-nin önündəki sürət, yəni buradan v bərabərdir 2-yə. Qabağında mənfidir, amma biz enerjini modulla tapırıq deyil, birbaşa müsbət qiymətini götürə bilərik, yəni 2-ni götürürük. O zaman modulda yazaq bunu, hətta bərabərdir 2, rahat olsun deyə. O zaman kinetik bərabərdir m v kvadratı bölünsün 2. O da bərabərdir. Kütləni verib bizə 4 vurulsun. Sürətimiz 2-dir, kvadrat edir 4 bölünsün 2. 2 ilə 4 ixtisar gedir. O da eləyəcəkdir 8 joule.
59. Cisim müəyyən hündürlükdən sərbəst buraxılmış və sərbəst düşməyə başlamışdır. Hərəkətə başlayandan sonra müəyyən anda qüvvə impulsu 20 vurulsun Newton vurulsun saniyə olmuşdur. Həmin anda cismin sürəti nə qədər olmuşdur? Deməli, müəyyən hündürlükdən sərbəst buraxılır. Sərbəst buraxılmada biz bilirik ki, başlanğıc sürətimiz 0-dır və impulsun dəyişməsi delta p bərabərdir ya ft ilə hesablanır, ya da delta p bərabərdir mv çıxılsın m V0 hesablanır. Burada V0 0 olduğundan bu gedəcək 0-a. O zaman delta P bərabərdir MV olacaqdır. Burada delta P'nin yerinə MV yazsaq, o zaman MV bərabərdir FT yaza bilərik. Buradan da kütləni verib bizə 2. Vurulsun sürəti bilmirik. Qüvvə impulsunu da veribdir bizə 20-dir. Buradan da V bərabərdir 22-yə bölsək edəcək 10 metr bölünsün saniyə. Cavab olur 10 metr bölünsün saniyə. 60. Kütləsi 4 kiloqram olan cisim mail müstəvisindədir. Mail müstəvinin hündürlüyü 3 metr, oturacağı 4 metrdir. Cismin çəkisi neçə newtondur? Biz bilirik ki, mail müstəvidə cismin çəkisi dayağın reaksiya qüvvəsinə bərabərdir. Burada dayağın reaksiya qüvvəsidir, bir də buradan cismin ağırlıq qüvvəsi gəlir bu şəkildə. Aha, rəngini dəyişim. Deməli, burada olur dayağın reaksiya qüvvəsi, burada olur mg ağırlıq qüvvəsi. Həmçinin bura alfadırsa, buradan mg'ni tam əslində buradan götürəcəkdim belə. Burada da mg'nin 2 paralel toplamına ayıraq. Bu olur. Bura alfadırsa, burada alfadır. O zaman bu perpendikulyar toplana eləyir bizdə mg kosinüs alfa. Paralel toplananı isə burada ağırlıq qüvvəsinin. Bu da olacaq mg sinüs alfaya. Deməli, biz dedik ki, mail müstəvidə çəki bərabərdir n-ə. O da bərabərdir. Burada n ilə mg kosinüs alfa bir-birini tarazlaşdırdığından o da bərabər olacaq mg kosinüs alfaya. İndi gəlin biz buradan kosinüs alfanı tapaq. Deməli, kosinüs alfa bərabərdir. Kosinüs alfa biz bilirik ki, bitişik katetin hipotenuza nisbətidir. Yəni, 4 bölünsün. Hipotenuz tutar ki, buranı biz el ilə işarə edək. El olsun bura. El yazamadım. Bölünsün elə. Bu da bərabərdir. İndi gəlin biz buradan eli tapaq. Hipotenuz el bərabərdir. Pifagor teoremindən katetlərin kvadratları cəmi üzərinə gəlsin. 3-ün kvadratı. Bunda 2 hafta 25 eləyir. Bundan da 5 çıxır. 5 metrə. Aha. Deməli, buradan o zaman kosinüs alfa olur. 4 bölünsün 5'e. Burada qiyməti yerinə yazsaq, burada da yaza bilərik, fərqi yoxdur. M-i verib neçə? 4. J-miz 10'dur. Vurulsun kosinüs alfanı da 5 bölünsün 4 tapdıq. 5-dən 10 xısar geçsin 2. 2 dəfə 4 8. 8 dəfə 4 eləyəcəkdir 32 Newton. Cavab olur 32. İndi isə baxırıq situasiya tipli sualların izahına. Şagird mail müstəvi səth üzrə sürtünməsiz olaraq sükunət vəziyyətindən bərabər təcillə hərəkət edən kürəciyin şəkildəki kimi hərəkətini izlədi və apardığı ölçmələr göstərdi ki, kürəcik 1-ci saniyə ərzində 2 metr yol getmişdir. Aha, deməli bizdən nə istəyir birinci? Kürəciyin hərəkət təcili neçə metr bölünsün saniyə kvadratdır. Deməli, burada əslində müstəvidə biz təcili 1 A bərabərdir J sinüs alfa ilə tapa bilərik. Burada bucaq haqqında heç bir məlumat olmadığından biz 1-ci saniyə dediyindən S-in düsturundan istifadə edəcəyik bərabər təcilli hərəkətdə. S bərabərdir, başlanğıc sürətimiz 0-dır və S bərabərdir 0 olduğundan S bərabərdir A vurulsun 2 minus 1 bölünsün 2 düsturundan istifadə edərək təcili tapa bilərik. Deməli, S-i veribdir bizə 2 bərabərdir, təcili bilmirik 2 vurulsun 1-ci saniyədir 1 çıxılsın 1 bölünsün 2. Buradan da vursaq hesablasaq 4 bərabərdir 2-dən 1-ni çıxanda 1-ə A-ya, buradan da A bərabərdir 4 metr bölünsün saniyənin kvadratına. Deməli, təcili tapdıq. İndi 89-da mail müstəvinin hündürlüyü h bərabərdir 1 metr olarsa onun el uzunluğu neçə metrdir? Biz bayaq buradan təcilin düsturunu yazdıq. A bərabərdir J sinüs alfaya. Aha. Bəs burada sinüs alfa bizdə nəyə bərabərdir? Sinüs alfa bərabərdir alfadır. Yəni, qarşıdakı katetin hipotenuza nisbəti, yəni h bölünsün elə. O da bərabərdir. H-ı verib bizə 1 bölünsün eli bilmirik, onu istəyir. İndi burada qiymətləri yerinə yazıb hesablaya bilərik. Təcili tapdıq 4 bərabərdir. J-ni verib bizə 10 vurulsun 1 bölünsün elə. Buradan da eli tapanda el bərabərdir 10 bölünsün 4-dən. Bu da bərabərdir 2,5 metrə. 90-cı sualda kürəciyin kütləsinin 1 kiloqram olduğunu bilərək mail müstəvinin sonunda kürəciyin kinetik enerjisi necə jouldur? Bunu iki üsulla həll edə bilərik. Birinci üsul enerjinin saxlanma qanunudur. Yəni başlanğıcdakı potensial enerji sondakı kinetik enerji bərabərdir. O da başlanğıcdakı bizdə potensial enerji mgh-dır. O da bərabərdir 1 vurulsun 10 vurulsun 1-dən. O da bərabərdir 10 joulu almış olaraq. İkinci halda isə biz kinetik enerjinin öz düsturundan istifadə edə bilərik. Yəni mv kvadratı bölünsün 2 ilə gedə bilərik. O da bərabərdir. Burada gəlin ilk olaraq biz sürət tapaq. Deməli, normalda bizdə sürət v bərabərdir. Cücatda v0 plus 2a-dır. Burada v0 0 olduğundan başlanğıc sürət 0-dır. O zaman v bərabərdir. Cücatda 2a s-i almış olaraq. Burada da s-in yerinə bizdə l durur. Lapsis altdan yazar. S bərabərdir elə. O zaman v bərabərdir. Cücatda 2a l-i almış olaraq.
Bu da bərabərdir o zaman. 2 vurulsun, təcilimiz 4 idi, vurulsun. Uzunluğumuz da tapdıq ki 2,5'dir. Bu da bərabərdir. Kök altında 20'ye. Aha. Buradan indi yerinə yazsaq, o zaman m'imiz 1'dir, vurulsun. Sürəti tapdıq. Kök altı 20'nin kvadratı bölünsün 2'ye. Bu da bərabərdir. Köklə kvadrat getsə eləcək 20 bölünsün 2'ye. Bu da bərabərdir 10 joule. Yəni hər iki şərtdə də, hər iki halda da 10 joule tapmış oluruq. İzlədiyiniz üçün təşəkkürlər. Fikir bildirməyi unutmayın. Hələlik.